İsmayıllı rayonunun Talıstan kənd ərazisində toyda şəxsi münasibətlər zəminində insident olub. Məlumata görə hadisə sentyabrın 28-də saat 23 radələrində baş verib. Dünən axşam saatlarında baş vermiş qanlı olay məhz İsmayıllının Talıstan kəndində bu ünvanda, bu həyətdə baş verib. Qeyd etmək istəyərdim ki, gecə saatlarında toyda bıçaqlanma hadisəsi baş verib. Hadisə nəticəsində 4 nəfər müəyyən bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onlardan 2 nəfər ambulator müalicə üçün evə buraxılıb, digər 2 nəfərin vəziyyəti isə ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hadisə nəticəsində rayon sakinləri toyu olan 2005-ci il təvəllüdlü Səid İsayev və 1976-cı il təvəllüdlü Rahil İsmailov, 2007-ci il təvəllüdlü Osman İsmailov və 2008-ci il təvəllüdlü Məhəmməd Mirzəyevdir. Dedim ki, muzikatlara yığışdırın gedik. Geldi bu uşaqlar dedi ki, baba ne olar toydu da oynayaq çıxıb gedək ya. Bu uşaq da geldi zakas verdi. Ben de dedim ki muzikatlara bala. Ne deyirlər eləyim. 10 dəqiqə keçmədi bir də görüm ki birini uzaqda gətirdilər. Ne olub buna? Ben dedim belki piyan uzaqdı. Uşaq qayıtdı ki qoymayın məni ölməyə. Məni qoymayın ölməyə. Uzaqdıq gördük. Bilmiyorum sağ idi, sol idi. Burada belə İspiskə küçürdündən biraz yoğun. Geçik var, belə qan axıb. Dedim, bunu çatdırın şeyə, balmışıya. Birdən bağırsaqdan mı, hardan ziyan eləyər, bu çölə qan verməz, vaxtalanar. Götürdük, apardıq. Götürdük, gördük ki, üçü də orada. Amma mən bugün birini gətirmişəm. Bəs onlar hardan peyda oldu? Dedi, onu yolda vurub. Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev müəyyən edilərək tutulub. Faktla bağlı araşdırma aparılır.